Bir gün biri bir bulaq düzəltdirir. Üstünə yazır hamıya halaldır, müsəlmanlara haram. Məsələ böyüyür, səs-küy qopur. Məsələn gedib şaha çatdırırlar, şah çağırır bunu düzəldəni. Düzəldən deyir ki, mənim səbəbim var bunu eləməyimə, ancaq gərək dediklərimə riayət eləyəsən ki, sənə bu sirri açım. Şah deyir, yaxşı, baş üstə. Üstündən biraz keçir, bir Yahudi dindarı tuturlar. Bir Yahudi dindarı tuturlar. Yahudilər qalxır ayağa, puldan gətirirlər, xəracdan gətirirlər, şaha hörmət eləyirlər ki, buraxdırsınlar. Yahudi dindarı buraxırlar. Biraz keçir üstündən adam deyir, bir Hristiyan dindarı tuturlar, bir keşişi tuturlar. Keşiş, yəni keşişin tərəfdarları, bu Hristiyanlar ölkədə ayağa qalxırlar, başlayırlar şaha təzyiq göstərməyə, haqlarını tələb eləyirlər. Şah keşişi buraxdırır. Üstündən biraz keçir, tam cümə namazının ortasında gəlib girib məsciddən imamı tuturlar. Axundu ya imam necə deyirlərsə də tuturlar onu. Bir gün keçir, 5 gün keçir, 3 gün keçir, 10 gün keçir. 5 necə üçə düşdü. Xəbər ötər yoxdur, heç kim bir söz demir, heç namazından tərpənmirlər də müsəlmanlar axundu tutan yerdə. Başlayırlar dalınca danışmağa. Görəsən nə edibdi bunu belə tutublar. Bilirdim mən avaradı. Bundan imam olardı, qoymuşdular bizə falan besməkan. Və adam gəlir şaha deyir, görürsüz, şahım, belə müsəlmanlara heç su içməyə də düşmür.